Salam, hər vaxtınız xeyir olsun. Bugün evdə hazırlana biləcək ən ləzzətli dönər resepti bölüşürəm. Bunu hazırladıktan sonra inanın ki, əsla hazırını almayacaqsınız. Burada 1 kiloqram toyuq əti var, 2 ədəd soğan və ədviyyatlar. Ədviyyatları videonun altında dəqiqliklə qeyd edəcəm. Ədviyyatlardan duz, pul biber, sarı kök, qara istiot var. Ədviyyatları da ətin üzərinə əlavə edirəm. 1 xörək qaşığı mayonez əlavə edib bunları bir gözəl yoğurub qarışdırıram. Burada həm toyuğun but hissəsi, həm də sinə əti var. 1 ədəd toyuğu tam sümüyündən ayırmışam. Toyuq ətini sümükdən ayırdıktan sonra yuyub suyunu tam quruladım. Suyunu da tam quruladıktan sonra ət maşınının ən xırda gözündən keçirdirəm. Ət də hazırdır. Əti 4 hissəyə ayırıram. 30 santimlik yağlı kağız hazırlamışam. Ətdən yağlı kağızın üzərinə yerləşdirib əlimi sulayaraq əti kağızın hər tərəfinə yayıram. Belə yaydıktan sonra bükürəm. Büküb soba listinə yığıram. 220 dərəcədə 20 dəqiqə bişirirəm. 20 dəqiqə bişirdim artıq. Kağızdan ayırıb başqa bir soba listinə yığıram. Üzərinə bollucana bitki yağı çəkirəm. Yenədən sobada qızarana qədər bişirirəm. Belə gözəl qızardıqdan sonra hissələrə ayırıram. Dönər çörəyinin də videosunu sonda istəsəniz izləyə bilərsiniz. Dönər üçün mayonezlə pomidor sosu qarışdırıram. Sosdan çörəyin üzərinə əlavə edib çəkirəm. Üzərinə də hazır ətdən yerləşdirirəm. Üzərinə acı biber, xiyar turşusu, soğan və pomidor əlavə edirəm. Və hazırdır. Çox dadlı, ləzzətli dönər alınır. Hazırlayıb yoxlayan uşaqdan böyüyə hər kəs çox bəyənəcək. İkinci video isə dönər çörəyinin reseptidir. Öncə apara hazırlayıram. Qaba 1 stəkan su, maya əlavə edib qarışdırıb, üzərinə 1 stəkan da un əlavə edirəm. Bunu da qarışdırdıqdan sonra üzərinə örtüb qoyuram aktivləşsin. Apara artıq hazırdır. Geniş bir qaba 2 kiloqram un əlavə edirəm. Üzərinə də 1 xörək qaşığı dolusu duz əlavə edirəm. Üzərinə 500 qram qatıq əlavə edirəm və iloq su əlavə edirəm. Aparanı da əlavə edib xəmir hazırlayıram. Aparaya əlavə etdiyim su ilə bir yerdə cəmi 1 litr su əlavə etdim. Xəmiri bir gözəl yoğurub üzərini örtüb yarım saat dinləndirirəm. Xəmiri yarım saat dinləndirdikdən sonra yenidən ikinci dəfə yoğururam. İkinci dəfə xəmir boşaldıqdan sonra çox rahat yoğrulur.
Xəmiri ikinci dəfədə bir gözəl yoğurduqdan sonra yenidən üzərini örtüb 1 saat mayalandırıram. Xəmir çox gözəl mayalandı. Öncə xəmirin havasını alıram. Masanın üzərini unlayıb xəmiri masanın üzərinə yerləşdirirəm. 25-30 hissəyə ayırıram. Çörəyi biraz nazik istəyirsinizsə 35 ədəd də edə bilərsiniz. Xəmirin üzərinə un səpib kündələyirəm. Masanı unlayıb kündələri yığıb üzərini örtüb 20 dəqiqədə kündələri dinləndirirəm. Kündələr də 20 dəqiqə dinləndikdən sonra yağlı kağız sərdiyim soba listinə düzürəm. Kündəni yayıb biraz genişlədirəm. Üzərinə isə 1 ədəd yumurta sarısı ilə qatıq qarışdırıb çəkirəm. Qatıq sizdə bərk olsa biraz soyuq su əlavə edib durulda bilərsiniz. Öncədən isitdiyim 200 dərəcəlik sobada 10-15 dəqiqə bişirirəm. Digər kündələri də eyni qayda ilə bişirirəm. İkinci listə yağlı kağız yerləşdirmədim. Sadəcə bitki yağı ilə yağladım. Belə də çox gözəl bişir, yapışmır. Və artıq hazırdır. Bərəkətli, ətirli, yumuşaq dönər çörəkləri alınır. Siz də hazırlaya bilərsiniz. İnanın ki, uşaqdan böyüyə hər kəs çox bəyənəcək.